Virginiyanın Aleksandriya şəhərində saatlarla gəzərək maraqlı mənzərə axtarmaq Kiyevli fotoqraf Val Protko üçün adi haldır. Hər an çəkilişə hazır olan kamerası ilə o, qeyri-adi kadr axtarışındadır. 20 il öncə Ukraynadan köçdüyü gündən bəri Protko Vaşinqton və onun ətrafındakı həyatı sənədləşdirir. Bura Vaşinqtondur, müstəqillik günü. Bu isə digəridir. Protkin kolleksiyasında Ağ evin və Lincoln memorialının fotoları var və onun fikrincə bu binalar daha böyük məna verir. Bu iş çoxlarının düşündüyü kimi darıxdırıcı deyil. Burada hər bir zövqə uyğun müxtəlif maraqlı məhəllələr var. Belə məhəllələrin biri Vaşinqtonun şərqində, Kapitol binasının yaxınlığındadır. Protkin həmin məhəllədən çəkdiyi fotosu hətta yerli foto müsabiqə qalibi olub. Yağışlı bir şənbə günü idi. Heç kim işləyə bilmirdi. Çünki ora küçədə yerləşən satış mərkəzi idi. Mən isə kameramla gəzirdim. Saksafonda ifa edən bu kişi həmin məhəllənin tanınan simasıdır. Bunu görənlər elə düşünürlər ki, foto Yeni Orleanda çəkilib. Yağış və musiqi bu cür təəssürat verir. Protko Vaşinqtonun ən məşhur mərasimlərindən də qeyri-adi kadrlar tapa bilir. Məsələn, Albalı Çiçəyi festivalı. Həmin mərasimlərdə kameraların sayı albalıdan daha çoxdur. Yaxşı şəkil çəkmək üçün çoxlu imkan olur. Amma fərqli bir foto çəkmək üçün sən bir qədər dayanıb, ətrafda nə baş verdiyini baxmalısan. Məsələn, gördüyünüz bu fotoda turist Krişnaitlərin gəzməyini görürsünüz. Açıq səmanın fonunda rəngləri görmək və onu aşağı bucaqdan çəkmək çox qeyri-adi bir nəticə verir. Amerika demokratiyasının mərkəzində yaşayıb siyasətdən kənar qalmaq mümkün deyil. Donald Trumpın qələbəsi, onun inaugurasiyası və etirazlar fotoqrafın obyektivindən kənar qala bilməz. Protko özünün ən məşhur siyasi fotosunu 8 il öncə Barack Obama'nın prezidentliyinin başlanğıcında çəkmişdi. Burada McCain və Obama yan-yanadır. Sonra isə sən Obamaya baxan uşaq və McCainə baxan yaşlı qara kişi görürsən. Bu özü-özlüyünə maraqlı bir hekayədir. Gənc nəsil Obamanı seçir. Mənim Ağ evdə çalışmış dostlarım var. Onlar bu fotonu Obamaya göndərmişdilər. Prezident də fotonu mənim üçün imzalamışdı. Protkin dediyinə görə mühacir olmaq, ətrafdakılara fərqli baxmaq, Amerikalıların fikir vermədiyi məqamları görmək imkanı verir. Mən hər zaman özümü Ukraynalı hiss etmişəm. Mən geriyə dönsəm, 2 gün ərzində sanki Ukraynanı tərk etmədiyim kimi hiss edərəm. Amma Ukraynadan Amerika qaydanda elə hiss edirəm ki, bütün ömrümü burada keçirmişəm. Bu çox maraqlı hissdir. Bir-birindən fərqli iki məkan, amma hər ikisini bağlı olmaq.